Ermənistanın iddiaları da bitmir. Çünki onlar düşünürlər ki, onların konstitusiyalarında Azərbaycana qarşı ərazi iddiaları yoxdur. Çox maraqlı bir məqamdır. Antalya forumunda da Ermənistanın Xarici İşlər Naziri belə bir ifadə ilə çıxış elədi. Gəlin məsələni daha geniş müzakirə edək. Milli Məclisin üzvü Rizvan Nəbiyev studiyamızdadır. Rizvan bəy, xoş gəlmişsiniz. Salamlayıram sizi. Təşəkkür edirəm dəvət üçün. Deməli, bu konstitusiya məsələsi gündəmdə qalır və görünən də odur ki, rəsmi Bakı Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları aradan qaldırılmamış sülh müqaviləsini imzalamayacaq. Eyni zamanda Minsk qrupu da gündəmdədir. Düz də Ermənistan tərəfi deyir ki, gəlin bunun ikisini bir gündə həll eləyək. Yəni həm müqaviləni imzalayaq, həm də Minsk qrupunun ləğvi ilə bağlı sənədi imzalayaq. Amma çox ciddi görsənmirlər bu fikirləri səsləndirəndə belə. Gəlin sizinlə daha çox konstitusiya məsələsini vurğulayaq. Çünki görürəm, əlinizdə bir kitab da var və o kitab da müəyyən araşdırmaları özündə ehtiva eləyir. Buyurun. Rəhman müəllim, Azərbaycan tərəfinin tələbi istəyir Cənab Prezident tərəfinə səsləndirilsin, istəyir Xarici İşlər Naziri və yaxud da ki, Milli Məclisin ayrı-ayrı deputatları tərəfindən vahid və ardıcıl şəkildə bir mövqedir. Yəni, sülh müqaviləsinin imzalanması üçün bu yolda iki mühüm maneə aradan qalxmalıdır. Biri Ermənistan konstitusiyasında Azərbaycana qarşı yer almış ərazi iddiasıdır, ikincisi isə Minsk qrupunda. Mən hər iki məsələyə münasibət bildirmək istəyirəm, çünki Antalya diplomatik forumunda da bu iki nazir arasındakı diskusiyanın 3-2-si ona həsr olunmuşdu. Təbii ki, erməni tərəfi fərqli mövqe ortaya qoymağa çalışdı. Əvvəlcə Ermənistan konstitusiyasında Azərbaycana qarşı yer alan ərazi iddiasına bağlı. Biz birinci dəfə elə sizin studiyada da məsələyə aydınlıq gətirmişik, amma icazənizlə mən bir qədər retrospektiv bu faktlar hansı formada Ermənistan konstitusiyasında yer alıb və o cümlədən sizin də adını çəkdiyiniz bu kitab əsasında faktları bildirir. Bu kitab deməli Alman professor, beynəlxalq hüquq üzrə, dövlət hüquq üzrə ixtisaslaşmış, 40 ilə yaxın ərazi bütövlüyündən öz müqəddəratını təyin etməklə bağlı tədqiqat aparmış Hans Joachim Heinze tərəfindən yazılıb və bu kitabda da Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının hüquqi əsasları tam Alman dilində yazılmış bir kitabdır. Bunu girib internetdən də tapmaq olar və Alman kitabxanalarında yer alıb. Sadəcə olaraq bu verilişə gələrkən bu məsələlərin hüquqi ədəbiyyatda necə görünməsi və o cümlədən cənab Steinmeier da Bakıda olarkən bir məqamı cənab prezidentlə mətbuat konferansında səsləndirdi ki, sülhün əldə olunması yolu uzundur, sülh müqaviləsi razılaşdırılmalıdır, sonra o imzalanır, imzalanan sonra ratifikasiya olunmalıdır, ratifikasiyadan sonra onun implementasiyası var. Nəzərə alsaq ki, Steinmeier hüquqşünasdır və o bu proseduru sadalanmaqda heç də bunu təsadüfi olaraq sadalanmadı. Bax, o ratifikasiya bugün, sonraki mərhələdə bizim üçün problem yarada bilər. Nəyə görə? İcazənizlə mən indi onu açıqlamaq istəyirəm. Deməli, 1989-cu ilin 1 dekabrında Ermənistan SSR-nin Ali Soveti Dağlıq Qarabağ Milli Şurası deyilən qondarma bir qurumla İrəvanda iclas keçirdilər. Və onların qəbul etdiyi bir akt var. Pastanovleni, onun orijinalı elə rus dilində də o vaxt belə deməli yayılmışdı. Orada qeyd olunur ki, 3-cü maddədə, həmin o 89-cu il 1 dekabr aktında Ermənistan SSR-i və Dağlıq Qarabağ Muxtar Vilayəti birləşirlər, yenidən birləşməni elan eləyirlər. Bu 3-cü maddədir. Və bu birləşmə eyni zamanda vətəndaşlıqla bağlı məsələlərə də şamil olunur. Sonraki bəndlərdə, səhv eləmirəmsə 12 bənddən ibarət bir sənəddir və orada müxtəlif məqamlar var. O cümlədən bildirilir ki, indi hər iki qurum, yəni Ermənistan SSR-nin Ali Soveti və Dağlıq Qarabağın bu Milli Şurası bundan sonra birgə qurumlar yaratmalıdır ki, birləşməni siyasi, iqtisadi və digər məsələlərdə təsbit eləsinlər və bundan sonra bütün Dağlıq Qarabağın ərazisində Ermənistan SSR-nin qanunları tətbiq olunur. Yəni, bu 89-cu il 1 dekabr qanunu bu gündə qüvvədədir. Hətta baxmayaraq ki, Ermənistan müstəqil oldu, bu ləğv olmalı. Bundan sonra nə baş verir? Bir il keçməmiş, 1990-cı ilin avqust ayında, 23 avqustda, o vaxtı Ermənistan SSR özünün müstəqilliyi haqqında aktı qəbul edir. Dövlət aktını, müstəqilliyi haqqında. Və bu aktda, deməli, həmin onun preambulasında, o da səbəblərimizə 4-cü ya 5-ci cümlədir. Orada bildirilir ki, 1 dekabr 1989-cu il Ermənistan SSR-nin Ali Sovetindən Dağlıq Qarabağ Milli Şurası arasında qəbul olunmuş. Bu aktda əsaslanaraq erməni xalqının vahid iradəsini ifadə edərək biz öz müstəqilliyimizi elan edirik və s. Deməli, biz gördük ki, Azərbaycanın suveren ərazisinə qarşı, hələ vaxt Ermənistan SSR və Azərbaycan SSR mövcud olan bir vaxtı, Sovet Respublikasının digər biri suveren bir hissəyə ərazi iddiasını hüquqi cəhətdən elan edir. Əvvəlcə 1 dekabr 89-cu il aktı formasında, sonra isə bunu
1990-cı ilin 23 avqust müstəqillik haqqında aktında yenidən təsbit edilir. Burada bir məqamda vurğulayım ki, həmin professor Hans-Joachim Heinze də yazır ki, Dağlıq Qarabağ Milli Şurası deyilən qurum qondarma bir qurum. Çünki SSR Konstitusiyasında nəzərdə tutulmamışdı. Bunu sadəcə o vaxtda erməni millətçilər, həm Ermənistan SSR-dən, həm də Dağlıq Qarabağdan olan o Miyasım hərəkatının üzvləri və s. bir müstəqil qurum kimi yaratmışlar. Çünki Dağlıq Qarabağ Muxtarə vilayəti deyilən bir qurum var idi. Onun da deməli vilayət parlamenti deyək də, vilayət soveti var idi. Onlar bunun bazasında özlərinin bu deməli qondarma qurumunu yaratmışlar. Bundan sonraki mərhələdə Ermənistan deməli müstəqil olur. 95-ci il konstitusiyasını qəbul edəndə konstitusiyanın preambulasına, hansı ki cənab nazir də əsaslandı, həmin o 23 avqust 90-cı il müstəqillik haqqında aktda deməli istinad var. Deməli 1 dekabr 89-cu ildə qəbul olunan hüquqa zidd akt 90-cı il müstəqillik haqqında akt öz əksini tapır. Buradan da 95-ci il konstitusiyasında. Deməli Mirzəyan inkar eləməyə çalışsa da hüquqi sənədlər göstərir ki, Ermənistan Respublikasının 95-ci ildə qəbul etdiyi konstitusiya aktının preambulasında Azərbaycana qarşı istəyirsiniz dolayı deyək, istəyirsiniz birbaşa deyək, burada bu ərazi iddiası yer alır və bu gün də bu ərazi iddiası oradadır. Çünki konstitusiya dəyişikliyi olmuyor. Məsələnin çətinləşdirən digər məqam da ondan ibarət ki, sonra bu konstitusiya əsaslanaraq Ermənistanda çoxsaylı məhkəmə hökmləri var, siyasi hüquqi aktlar var. Məsələn, onlardan ən məşhur nədir? Deməli, Robert Koçaryanın həmin o vətəndaşlıqla bağlı məsələsi prezidentin namizəd olunur. Sual altına qoyulanda məhkəməyə müraciət edilər. İrəvan məhkəməsində həmin 89-cu il 1 dekabr aktına əsaslandı. Onun 3-cü maddəsi dedi ki, vətəndaşlıq məsələsinə də deməli şamil olunur. Görürsünüz ki, bu Ermənistanın hazırki hüquq sisteminin ayrılmaz tərkib hissəsinə çevrilir. Mən sizdən bir şey soruşmaq istəyərdim ki, məhz bu bəndin istinadının aradan qaldırılması üçün referendumun keçirilməsi hüquqi cəhətdən vacibdir, yoxsa Konstitusiya Məhkəməsi özü də bunu həll edə bilər Ermənistanda? Deməli, bunu Konstitusiya Məhkəməsinin həll eləməsi mürəkkəb bir məsələdir. 1 dekabr 89-cu il aktını Ermənistan deməli parlamentdə ləğv eləyə bilər, amma bunun əsasında çoxsaylı digər hüquqi aktlar olduğuna görə Konstitusiyanın dəyişilməsi, bunun referendumların olması bütün bu hüquqi maneələrin aradan qaldırılması üçün ən düzgün variant ola bilər. Nəyə görə? Çünki yenə qayıdıram, cənab Steinmeyerin də səsləndirdiyi o fikir ki vardı, imzalanan beynəlxalq müqavilənin ratifikasiyası məsələsi. Burada biz başqa bir çətinliklə üzləşirik. Bu 95-ci il Ermənistan Konstitusiyasının 6-cı maddəsində belə bir maddə var ki, bu bütün dünya konstitusiyalarında deyək ki var, bizim konstitusiyada da var, Türkiyə Respublikasının konstitusiyasında da imzalanan beynəlxalq müqavilələr ölkə konstitusiyasına uyğun olmalıdır. Ölkə konstitusiyasına uyğun olmayan beynəlxalq müqavilə ratifikasiya oluna bilməz. Və beynəlxalq müqavilə imzalanırsa, deməli həmin beynəlxalq müqavilələr qanunvericiliklə fərqli müddəə nəzərdə tutarsa, hansı aktlardan, onda beynəlxalq müqaviləyə üstünlük verilir. Nazir də onu Antalya Diplomatik Forumunda bildirdi, Azərbaycan Respublikasının Xarici İşlər Naziri. Amma konstitusiyanın ziddiyyət təşkil edəndə, deməli həmin beynəlxalq müqavilə ratifikasiya oluna bilməz. Ona görə də Azərbaycan tərəfinin hazırda səsləndirdiyi Antalya Diplomatik Forumunda da, cənab prezidentin adada keçirilən 7-ci siyasi forumda da və digər çoxsaylı platformalarda səsləndirdiklərinin tam hüquqi əsası var. Yəni imzalanan beynəlxalq müqavilənin sabah Ermənistan konstitusiyasında onun ratifikasiyası üçün problemlər yarandığından bu maneə həmin müqavilə imzalanana qədər aradan qalxmalıdır. Və nəzərə alsaq ki, qarşı tərəf 30 illik təcavüzə malik bir dövlətdir. Nəzərə alsaq ki, onun hüquq sistemi və siyasətində davamlı olaraq ziddiyyətli və ərazi iddialarını özündə əks etdirən məqamlar var. Deməli, Azərbaycan tərəfi tam əminliklə nail olmaq istəyir ki, sazişin imzalanması üçün o hüquqi maneələr aradan qalsın. Mən onları ətraflı sadaladım. Bundan sonra saziş imzalansın. Ermənistan tərəfinin Xarici İşlər Nazirinin arqumentində biz yenə birbaşa o cavabları eşidə bilmədik. Ki, bizdə bu yoxdur, bəli, Ermənistan konstitusiyasında birbaşa yazılmır, amma onun preambulasında olan məsələ mən tam açıqlıqla bildirdim. Digər vacib məsələ isə Minsk qrupudur. Bununla da bağlı biz ətraflı izah Minsk qrupu ilə bağlı da müəyyən problemlər var. Əslində bizim şərtlərimiz var, tələblərimiz var və tələbləri yerinə yetirəcəyik kimi heç bir ipucu vermirlər bizə. Deyir ki, gəlin sülh müqaviləsi imzalayaq, həmin gün Minsk qrupunun ləğvi ilə bağlıdır, sənəd imzalayarıq. Bilməm, zarafata salır və ya ciddi deyir, 10 dəqiqə fasilə ilə bunu eləyərik. Hansı anlama gəlir, indi sizin şərhinizdən eşidərik. Minsk qrupunu, məsələn, indi götürüb ləğv etmək üçün müraciət etsək, bir sənəd imzalansa, nə baş verəcək? Rəhməm Əli, bu da özlərini qoruyurlar bundan. Bu manipulyasiyadır. İcazə verin, mən onu da ətraflı izah edeyim. Minsk qrupunu nə Ermənistan, nə Azərbaycan yaradıb, nə də həmsədr eləyən dövlətlər. Bunu yaradıb ATƏT-in Nazirlər Şurası. O vaxt ATƏM idi.
92-ci il mart ayında yaradılıb və ATƏT-də də konsensus prinsipi var. Nazir Mirzəyanın bildirməyi ki, sülh sazişindən əvvəl və yaxud da sonra 10 dəqiqə intervalla heç bir hüquq əsası yoxdur. Bunu nə Azərbaycan bir tərəf ləğv edə bilməz, nə Ermənistan, nə də Ermənistan Azərbaycanla bir yerdə. Hətta biz 3 həmsədr dövlətlə dəvət edirsək, bu 5 dövlət də ləğv edə bilməz. Sadəcə onlar bir yerdə sənəd imzalaya bilərlər. Biz Minsk qrupunu ləğv eləmək istəyirik. Bunun üçün ya ATƏT-in katibliyinə müraciət olmalıdır, ya da Nazirlər Şurasına, hazırda sədrlik edən dövlətə ki, bu növbəti Nazirlər Şurasının iclasında gündəliyə salınsın. Onda ATƏT üzvləri hər biri buna reaksiya verməlidir. Tamamilə doğru. Nəinki reaksiya səs verməlidir və hə deməlidir. Deməli, bu ATƏT Nazirlər Şurası da ildə bir dəfə toplanır. Ararat Mirzəyanın təklifinin əsasında biz deyək ki, sənəd imzalayırıq ki, gəlin bir yerdə müraciət eləyək. Bu çox gözəldir. Və Nazirlər Şurası da səs verməlidir. Məsələnin çətinliyi həm də ondan ibarət ola bilər ki, biz nəyə görə deyirik ki, sülh müqaviləsinə qədər baş verməlidir. Gəlin hipotetik təsəvvür edək. Biz sülh müqaviləsini imzalayırıq. Mirzəyan da dediyi kimi sənədi imzalamışıq və ATƏT-ə müraciət eləmişik. Yəni biz sənədi imzalayırıq, ləğv eləyə bilmirik. Biz sadəcə o müraciəti ünvanlayırıq. ATƏT-də dövlətlərdən biri, deyək ki, Fransa, yaxud da ki, hər hansı X dövlət kimisə diktəsirlə həmin sənədi blok elədi, səs vermədi. Deməli, ATƏT Minsk qrupu buraxılmır. Biz sazişi imzalamışıq. Ermənistan deyir ki, mən tərəfdaram, sizlə də sənəd imzalamışıq, amma mənim iradəmdən asılı olmadı. Bu məsələlər cənab Mirzəyana da, Azərbaycana da aydındır. Ona görə Azərbaycan tərəfi çox haqlı olaraq hər iki tərəfin üzərində prinsipiallıq ortaya qoyur ki, ATƏT-in Minsk qrupu de facto mandatını itirib, amma onun de jure ləğvi üçün bu addım atılmalıdır. Və ATƏT Minsk qrupu yeganə institut, yeganə qurum deyil. Orada deyək ki, ATƏT sədrinin şəxsi nümayəndəsi var və digər başqa mexanizmlər. Bütün bu mexanizmlərin ləğvi bugünkü siyasi reallıqdan çıxış edərək de jure ləğv olunmalıdır. Çünki ATƏT-in Minsk qrupunun mandatına dayanan məsələ Ermənistan-Azərbaycan arasında olan münaqişənin tənzimlənməsi idi. Münaqişəni Azərbaycan həll edib, ərazi bütövlüyünün suverenliyini bərpa edib, beynəlxalq hüquqa əsasən, BMT nizamnaməsinə əsasən və Təhlükəsizlik Şurasının məlum qətnamələrinə əsasən artıq ATƏT-in Minsk qrupu deyilən bir qurumun vasitəçiliyinə lüzum yoxdur. Onun mandatı öz əhəmiyyətini itirib. Yəni dediyim kimi, de facto mandat itirib, de jure ləğvi üçünsə burada artıq konsensus tələb olunur. Bu konsensusa da nail olmaq üçün deməli ATƏT Nazirlər Şurasında məsələ səsə qoyulmalıdır və bu yolda təbii ki, biz yalnız bu məsələni alqışlaya bilərik. Gəlin bir yerdə sənəd imzalayaq və yaxud da razılaşdıraq, müraciət edək. Amma bundan sonra nəticəni gözləmək lazımdır ki, biz orada həmin nəticənin müsbət olacağına yalnız ümid edə bilərik ki, ATƏT-in Minsk qrupu ləğv olunmalıdır. Çünki başqa bir formada hansısa bir qüvvələr tərəfindən instrument kimi, təzyiq kimi ortaya salına bilər. İndi yox, hansısa bir məqamda, hansısa bir formada, hətta Ermənistanın iradəsindən asılı olmayaraq. Onda belə çıxır ki, bizim Zəngəzur dəhlizi ilə bağlı danışdıqlarımız və ya danışacaqlarımız da hələ ki, indiki mərhələdə əhəmiyyətli deyil. Çünki bunların müsbət məcrada inkişaf etdiyini biz görmürük sözün açıq. Düzdür, Paşinyan nüvədidir, səhv eləmirəmsə kəndin adı, ora səfər edib, orada sakinlərlə orada görüşüb, müsbət mesajlar ötürməyə çalışıb ki, bəs Zəngəzur dəhlizi açılsa, tonlarla nar satacaqsınız, milyardlarla qazancımız olacaq və s. və ilaxır. Amma bu sadəcə ritorikada özünü göstərir. Əməli addımlarda fakt biz bunların şahidi deyilik. Bəli, burada da deməli həmin kommunikasiyaların blokada nəticəsində aradan qaldırılması, digər məsələlərin bağlı çoxsaylı hüquq aktlar var. Məsələn, BMT Təhlükəsizlik Şurasının 93-cü il hələ qətnamələri deyir ki, regiondakı blokadalar qalxmalıdır, kommunikasiyalar işə salınmalıdır və s. Və o gündən bu günə görürük ki, Ermənistan tərəfindən addım atılmır. Və yaxud da 2020-ci il üç tərəfli bəyanatı və orada əks olunan məsələlər. Yəni, çox tərəfli hüquqi addımlar var. Ermənistan öz dövlətçilik, belə deyək də, dövlətçiliyin inkişafında Azərbaycan və Türkiyə faktorunu inkar eləmir. Onun varlığını dərk edir. Bu istiqamətdə addımlar da atmaq istəyir, amma hələ ki nəzəri olaraq. Zəngəzur dəhlizinin açılmasına bağlı Azərbaycanın mövqeyi bir mənalıdır. Hətta xoş niyyət göstərərək sülh sazişinin mətnindən çıxarıldı ki, bu başqa bir danışıqların predmeti ola bilər. Çünki dövlətlərarası münasibətlərin tənzimlənməsindən bağlı başqa məqamlar da var. Amma gördüyümüz kimi Paşinyan orada sadə əhaliyə verdiyi bəyanat doğrudan da əhalinin qəbul edəcəyi bir formadadır. Yəni bizə gəlir gətirəcək, siz də nar satacaqsınız, koridor açılacaq. Amma bu koridorun açılması üçün olan o hüquqi tələblərə əməl eləmək lazımdır. Yəni Azərbaycanın bir ərazisindən digər ərazisinə cənab prezident də bildirdiyi kimi maneəsiz gediş-gəliş təmin olunmalıdır.
40 kilometrlik bir ərazidir. Çünki orada olan ilk məsələ dəmir yolu, misal üçün, kiçik olduğundan hələ Sovet dövründə o hissənin idarəsi də Azərbaycan dəmir yoluna nəzarət altında olur. Düz bunların hamısı SSR dəmir yolu idarəsinə tabe idi. Hər halda Azərbaycan mülkiyyətində idi. Bəli, tamamilə doğrudur. Çünki Azərbaycanın bir hissəsindən digər hissəsinə Ermənistan arasında kiçik keçirdi və bu Ümidittifaq belə deyək də dəmir yolunun bir tərkib hissəsi idi. Moskvadan gəlib, buradan da keçib gedirdi. O vaxtda ermənilər də İrəvana kimi, amma Naxçıvandan keçməklə gedir bu dəmir yolu. Bugün artıq 30 ildən çox bir müddət ki, həmin dəmir yolu köhnəlib, dağılıb və s. də ilk addım kimi oradan başlayıblar və yaxud da paralel avtobanların çəkilməsidir, sonra elektrik xətlərinin çəkilməsi. Bu böyük bir koridordur və uzun müddətli perspektivdə bu. Yaxın deməli şərq-qərb dəhlizinin, orta dəhlizin vacib segmenti ola bilər. Yəni bu sonradan yaranacaq bir segmentidir. Von der Leyenin Orta Asiyada, Özbəkistanda verdiyi bəyanatdakı kimi Ermənistan, Türkiyə, Ermənistan, Azərbaycanın sərhədlərinin açılmasına bu dəhliz işləyəcək o formada yox. Bu dəhliz var. Azərbaycan öz necə deyirlər, vəsaiti hesabına, öz potensialına orta dəhlizin Azərbaycana aid segmentini tam şəkildə işlək vəziyyətə salıb və ildən ilə də onun ötürücülük qabiliyyəti artırılır. Ermənistan üzərindən də alternativ bir yol açılmaq imkanı var. Yəni, bunun nə qədər tez açılması Ermənistan tərəfinin marağındadır və Ermənistana daha çox sərf edir. Təbii ki, regionda sülh və sabitlikdə maraqlı olan bir dövlət üçün biz də bunun açılmasına maraqlıyıq və təkidli, israrlı olaraq Azərbaycan öz tələblərindədir. Düz, indi deyəcəyim məsələnin belə baxanda bu hər bir ölkənin özünə aid bir məsələdir. Təlimlərdən söhbət gedir. Bütün bu hadisələr fonunda Ermənistan xüsusi təyinatlıları ilə İran xüsusi təyinatlılarının hərbi təlimlərinin şahidi olduq. Düzdür, hərəsi öz ərazisinə bunu keçirdi, amma koordinasiyalı şəkildə o sərhəd zolaqlarında bunu reallaşdırdılar. İran və Ermənistan, İran da bəlkə də burada bir mesajı var idi ki, hələ də yanınızdayıq, narahat olmayın. İndi bilmirəm, bu fərqli yozula bilər, fərqli ifadə edilə bilər. Belə bir həssas məqamda bu təlimlər hansı mesajları vermək üçün idi? Bilirsiniz, diplomatiyada köhnə bir mesaj var ki, diplomatiya müharibənin başqa formalarından, hərbi başqa formalarından davamıdır və yaxud da ki, müharibə də diplomatiyanın başqa formalarında davamıdır. Düzdür, burada indi hansısa təlimlərdən söhbət gedir. Təlimlər birinci növbədə mesajların ötürülməsi üzərində qurulur. Və nəzərə alsaq ki, hər bir dövlətin öz ərazisindədir və s. İranın öz göndərəcəyi adres var və təbii ki, Ermənistanın da öz və burada Azərbaycana da yönəlik məsələlər var. Özə nəzərə alsaq ki, hazırki şəraitdə biz etimad tədbirlərinin qurulması üzərində işləmək istəyirik və sülh sazişinə gedən yolda o isti atmosferanın olması çox vacibdir. Və belə bir şəraitdə biz yenə Ermənistan tərəfindən ziddiyyətli addımlar görürük. Bu həftə deyəsən Avropa İttifaqı müşahidə missiyasından bir məsələ eşitmədik, amma bu məsələ gündəmə gəldi. Görürsünüz, və yaxud da ki, indi Paşinyan Müdafiə Nazirini gətirdi sərhədə, orada Ekopatrul xidmətinin açılışında Müdafiə Naziri iştirak elədi, onu müşahidə eləyirdi. Ermənistan tərəfi sözdə hansı ki, o sülh mesajlarını verir, sülh kəşfməsindən danışır və yaxud da ki, 10 dəqiqənin içində bunu imzalayır və bu mesajları verir. Bunlar manipulyasiyadır. Və bununla mətbuatı, beynəlxalq ictimaiyyətin diqqətini cəlb edirsən və göstərsə ki, Ermənistan 30 illik təcavüz edilmiş ki, elənmiş dövlət deyil. Amma digər tərəfdən əməli məsələlərə gətirir. Görür, nə qədər bir-birinə zid və atmosferanı körləyəcək təsirə malik tədbirlər həyata keçirilir. Və bu isə təbii ki, indiki şəraitdə sülhə gedən bir yolda buna xidmət eləmir. Tam əksinə, deyək ki, Ermənistan sözdə dediklərində əməldə həyata keçirsə, biz sülh sazişinin imzalanmasına daha da yaxın olarıq. Əlbəttə. Çox sağ olun, təşəkkür edirəm. Təşəkkür edirəm dəvət üçün. Minnətdarıq. Studiyamızın qonağı Milli Məclisin üzvü Rizvan Nəbiyev idi.